Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Pul özü gəlib bu üç büdcə tapacaq. İyunun son günləri üçün maraqlı proqnoz. Salam dəyərli izləyicilər. Bu videoda iyun ayının son günlərində maliyyə baxımından daha uğurlu ola biləcək 3 bürc haqqında danışacaq. Qeyd edək ki, bürc uzunları əyləncə və ümumi məlumat xarakteri daşıyır. Hər bir insanın həyatı, qazancı və uğuru öz qərarlarından, zəhmətindən və imkanlarından asılıdır. İndi isə gələk siyahımıza. Birinci bürc buğa bürcü nümayəndələri üçün iyunun son günləri maliyyə baxımından maraqlı imkanlarla yadda qala bilər. Uzun müddətdir gözlədiyiniz bir xəbər və ya təklif gündəmə gələ bilər. İş həyatında göstərdiyiniz səylər diqqətdən kənarda qalmayacaq. Bu dövrdə əlavə qazanc mənbələri ilə qarşılaşmaq ehtimalınız artır. Bəzi buğalar köhnə layihələrdən gəlir əldə edə, bəziləri isə yeni əməkdaşlıqlar sayəsində maliyyə vəziyyətlərini yaxşılaşdıra bilərlər. Əgər son aylarda planlarınız gecikibsə, narahat olmayın. Iyunun son günləri sizə yeni motivasiya və irəliləyiş gətirə bilər. Maliyyə məsələlərində tələsmədən qərar vermək isə uğurunuzu daha da artıracaq. Mütəxəssislərin fikrincə buğa bürcü nümayəndələri bu dövrdə büdcələrini düzgün idarə etdikləri halda gələcək aylarda daha sabit maliyyə vəziyyəti ilə qarşılaşa bilərlər. İkinci bürc şir bürcü nümayəndələri üçün də maraqlı günlər yaxınlaşır. İkinci bürc şir bürcü nümayəndələri üçün də maraqlı günlər yaxınlaşır. Enerjiniz və özünüzə inanınız yeni imkanların qapısını aça bilər. Xüsusilə iş və biznes sahəsində çalışan şirlər üçün müsbət dəyişikliklər gözlənilir. Gözlənilmədən gələn təkliflər, yeni əməkdaşlıqlar və ya əlavə qazanc imkanları qarşınıza çıxa bilər. Uzun müddətdir üzərində çalışdığınız layihələr nəhayət nəticə verməyə başlaya bilər. Bu günlərdə maliyyə ilə bağlı atacağınız addımlar gələcək planlarınıza müsbət təsir göstərə bilər. Ancaq böyük risklərə getmək əvəzinə mövcud imkanları düzgün qiymətləndirmək daha faydalı olacaq. Şir bürcü nümayəndələrinin əksəriyyəti üçün bu dövr həm maddi, həm də mənəvi baxımdan özünə inamın artdığı bir mərhələ kimi görünür. Aşıya çıxan fürsətləri diqqətlə dəyərləndirmək tövsiyə olunur. Üçüncü bürc oğlaq bürcü nümayəndələri zəhmətkeş və məsuliyyətli xarakterləri ilə tanınırlar. İyunun son günlərində məhz bu xüsusiyyətlər öz bəhrəsini verə bilər. Uzun müddətdir göstərdiyiniz səylərin nəticələrini görmək ehtimalınız yüksəlir. İş yerində əldə edilən uğurlar, əlavə gəlir imkanları və ya yeni əməkdaşlıq təklifləri gündəmə gələ bilər. Maliyyə baxımından diqqətli davranan oğlaqlar üçün bu dövr daha məhsulda görünür. Əldə edilən gəlirləri düzgün istiqamətləndirmək gələcəkdə daha böyük imkanlar yarada bilər. Bəzi oğlaq bürcü nümayəndələri uzun müddətdir gözlədikləri ödəyişləri alır, bəziləri isə yeni qazanc qapıları ilə qarşılaşa bilərlər. Əsas məsələ səbirli olmaq və planlı şəkildə hərəkət etməkdir. Nəticə beləliklə iyun ayının son günlərində buğa, şir və oğlaq bürcləri maliyyə baxımından daha uğurlu görünür bürclər sırasında yer alırlar. Lakin unutmayaq ki, uğurun əsas sirri çalışmaq, düzgün qərarlar vermək və imkanları vaxtında dəyərləndirməkdir. Siz hansı bürcdənsiniz? Fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Bu tip maraqlı xəbərləri və gündəlik məlumatları qaçırmamaq üçün kanala abunə olun, videonu bəyənin və bildiriş zəngini aktivləşdirin. İzlədiyiniz üçün təşəkkür edirik. Növbəti videolarda görüşənədək